Amfibiya adam. Adam lap dəli olar, deyə Meduza gəmisinin sahibi Pedro Zurita başına kuzədən su tökə-tökə deyinirdi. Əlləri qurbağa əlinə oxşuyurdu. Tünd yaşıldı. İspanca da danışa bilir. Onu hamımız gördük. Buna şək şübhə yoxdur. Görünür, suda da, quruda da özünü eyni dərəcədə yaxşı hiss edir. Deməli, amfibiya adam mövcuddur. Əgər onu tutub mirvari yığmağa məcbur etmək mümkün olsaydı, Argentinanın ən varlı adamına çevrilərdim. Zurita kiçik bir heyətlə axtarışlara başlayır. Məlum olur ki, həmin məxluq dənizin dibində böyük bir mağarada yaşayır. Mağaranın sahibi isə tanınmış cərrah Doktor Salvatordur. Doktor Salvator insan üzərində cərrahi əməliyyatı aparmaqla ona həm suda, həm də quruda yaşaya bilmək imkanı verib. Ovçular amfibiya adamı ələ keçirmək üçün Krista adlı bir casus tuturlar. Krista Doktor Salvatorun etimadını qazanır. Doktor Salvator onu sualtı mağaraya aparıb amfibiya adamla, İxtiyandırla tanış edir və onu İxtiyandırın yanında qoyub bir həftəlik səfərə çıxır. Bu müddətdə Krista İxtiyandırı ələ almağa çalışır. Bir gün İxtiyandır suda boğulan bir qızı xilas etdiyini söylüyor və onu yenidən görmək üçün şəhərə getmək istədiyini bildirir. Krista bu fürsətdən yararlanıb onu şəhərə aparır. Ovçular İxtiyandırı ələ keçirirlər. Onu zəncirləyib dənizdə mirvari yığmağa məcbur edirlər. Onun varlığından bütün şəhər xəbər tutur. Nəticədə İxtiyandır və Doktor Salvatoru həbsxanaya salırlar. Din xadimləri Doktor Salvatoru təbiətin qanunlarına qarşı çıxmaqda ittiham edir. Cərrahiyyə əməliyyatı ilə gənci amfibiyaya çevirməsinin insanlığa qarşı cinayət olduğunu bildirirlər. Həmçinin heyvanlar üzərində qanunsuz olaraq təcrübə aparmaqda günahlandırırlar.